SSR'nin 2-ci Dünya müharibəsində qalib ayrılmasının səbəbkarlarından biri Marşal Georgi Jukov. Moskva döyüşü, Stalingrad, Ukrayna, Belarusiya, Berlin döyüşlərinin qazanılmasında onun xidmətləri danılmazdı. Jukov 1 dekabr 1896-cı ildə Rusiyanın Kaluga əyalətində anadan olub. Atası Yunan, anası isə Rus əsilli idi. Jukov uşaqlıq illərindən ticarətlə məşğul olmağa başlayır. Lakin 1914-cü ildə Birinci Dünya müharibəsinin başlanması onun həyatını tamamilə dəyişir. O, 1915-ci ildə Rus ordusuna xidmət etmək üçün cəbhəyə göndərilir. Müharibədəki ilk uğuru bir Alman zabitinin əsir alması ilə başlayır. Buna görə ona 4-cü dərəcəli xas ordeni verilir. Daha sonra gizli rütbəsi verilir. 1916-cı ildə yaralanır. Rusiya imperiyasının müharibədə uduzması və bolşeviklərin çevrilişindən sonra Jukov ordudan ayrılır və ailəsinin yanına qayıdır. Lakin 1918-ci ildə könüllü şəkildə Qızıl Ordu sıralarına qatılır. 1920-ci ildə hərbi kursu bitirir və 160 nəfərlik bir birliyə komandir təyin edilir. 1924-cü ildə Leningradda hərbi məktəbə daxil olur. Hərbi məktəbi bitirdikdən sonra Minskə hərbi birləşməyə təyinat alır. Yeni vəzifəsinə başlamaq üçün 963 kilometrlik məsafəni atla 7 günə gedir. Cəsarəti və kəskin zəkası ilə ordu içərisində qısa müddətdə yüksəlməyə başlayır. 1939-cu ildə Monqolistandakı Rus ordusuna komandir təyin edilir. Buradakı əsas vəzifəsi Rus torpaqlarını tez-tez təcavüz edən Manjuriya bölgəsini əlində saxlayan Yaponları dayandırmaq idi. Jukovun sərkərdəlik məharəti ilə Yaponlar geri çəkilməyə məcbur olurlar. Bu uğura görə ona Sovet İttifaqı qəhrəmanı adı verilir. İkinci Dünya müharibəsi başlayan kimi ona general rütbəsi verilir və Kiyev bölgəsinin komandiri təyin edilir. Stalin Jukova 1-ci Dünya müharibəsi zamanı Rumıniya tərəfindən işğal edilən Serbiya bölgəsini yenidən Rusiyaya qaytarmağı tapşırır. Lakin Rumunlar Sovetlə müharibəyə girməyərək ərazidən geri çəkilirlər. Jukov 1941-ci ildə Stalinin əmri ilə Rusiya ordusunun baş qərargah rəisi təyin edilir. 1941-ci il iyun ayının 22-sində Almanlar SSR-in üzərinə hücuma başlayır. Almanlar sürətlə irəliləyir və Moskvaya yaxınlaşırdılar. Almanların irəliləyişində narahat olan Stalin Jukovun yanına gedir və ona cəbhədə baş verənlər barədə niyə məlumat vermədiyini soruşur. Jukovun cavabı otaqda olan hər kəsi şoka salır. Mənim işim cəbhəyə kömək etmək və Almanların qarşısını kəsməkdən ibarətdir. Vaxtım olanda sizə məlumat verəcəm. Stalin isə Jukova bir söz demədən otağı tərk edir. Rusların bütün cəhdlərinə baxmayaraq Almanların irəliləyişini dayandırmaq mümkün deyildi. Hadisələrin gedişatından narazı olan Stalin Jukovu baş qərargah rəisi vəzifəsindən azad edir. Arxa cəbhəyə komandir təyin edir. Burada yeni birliklər yaradan Jukov cəbhədə Almanlara qarşı ilk qələbəsini qazanır. Bundan sonra Stalin onu Leningrad cəbhəsinə komandir təyin edir. Əsas vəzifəsi şəhərin Almanların əlinə keçməsinin qarşısını almaq idi. Ordunun qarşısında çıxış edərək SSR-nin qurucusu Leninin adını daşıyan bu şəhərin Almanların əlinə keçməməli olduğunu bildirir. Müdafiə xəttindən bir addım geri çəkilən hər kəsin güllələnəcəyini deyir. Onun səyləri nəticəsində Almanlar Leningrada daxil ola bilmirlər. Bundan sonra Stalin onu Almanların nəzarətinə keçmək üzrə olan qərb cəbhəsinə göndərir. Almanlar artıq Moskvaya yaxınlaşmışdı. Jukov ordunu yenidən düzənləyir və Moskva ətrafında mövqeylənir. Stalin Jukova Moskvanı müdafiə edə biləcəyini soruşur və ondan bir kommunist kimi dürüst cavab verməsini xahiş edir. Jukov bunun mümkün olduğunu, ancaq daha çox əskərə ehtiyac duyduğunu bildirir. Havaların həddən artıq soyuq olması və qarın yağması Almanların irəliləyişini nisbətən zəiflətmişdi. Bundan istifadə edən Jukov Moskva ətrafında xeyli sayda əskər artırır. Almanlar Moskvanın 50 kilometrliyinə qədər yaxınlaşmışdılar. Ancaq soyuq hava onları xeyli çətinə salmışdı. Alman generalı Berlinə göndərdiyi məktubunda havanın mənfi 40 dərəcə olduğunu, qış geyimi olmayan əskərlərin artıq döyüşə bilmədiyini yazırdı. Bir ay ərzində 130 min Alman əskəri soyuqdan donaraq ölmüşdü. Dekabrın 5-də Jukov Almanlara qarşı əks hücuma başlayır. Bu hücum nəticəsində Almanlar Moskvadan 200 kilometr geri çəkilməyə məcbur qalırlar. Jukovun bu uğurlu taktikası nəticəsində Almanlar Barbarossa planını sonlandırmağa məcbur olurlar və istiqamətlərini Stalingrada tərəf çevirirlər. Cəbhədə göstərdiyi xidmətlərə görə Stalin Jukovu Xalq Müdafiə Komitəsinin müavini təyin edir. Bundan sonra Stalin onu Stalingradı azad etmək üçün göndərir. Almanlar Stalingradı mühasirəyə almışlar. Şəhər artıq təslim olmaq üzrə idi. Jukov Almanları Stalingraddan çıxarmaq üçün Uran adlı əməliyyat planı hazırlayır. Qızıl Ordu əməliyyat üçün 1 milyon əskər, 804 tank və 1000-dən çox təyyarə cəlb etmişdir. 3 ay davam edən əməliyyatların nəticəsində Almanlar təslim olmağa məcbur olurlar. Stalingrad azad edilir.
Bu uğurlu əməliyyatdan sonra Stalin Jukova marşal rütbəsi verir. 1945-ci ilin yazında Rus ordusu artıq Berlinə daxil olurdu. Ancaq şəhəri kim təslim alacaqdı? Jukov yoxsa Konen? Müharibə boyu bütün tapşırıqları uğurla yerinə yetirən bu iki marşal həm də bir-birləri ilə yarışırdılar. Stalin də bundan xəbərdar idi. Ona görə də Berlini işğal etmək üçün iki marşala eyni anda tapşırıq verdi. Biri şərqdən, biri qərbdən şəhərə yürüşə başladı. Reichstagın binasına ilk satan isə marşal Jukovun dəstəsi oldu. Buna görə də almanların təslim olmaları üçün aparılan danışıqlara SSR-ni təmsil etmək üçün Stalin Jukovu təyin etdi. Moskvada keçirilən qələbə paradında isə ordunun önündə ağ atı ilə marşal Jukov gedirdi. Jukovun populyarlığının artması Stalini narahat edirdi. Ona görə də 1946-cı ildə onun bütün vəzifələrdən azad etdi və Odessadakı kiçik bir birliyə komandir təyin etdi. 1948-ci ildə isə Uraldakı hərbi hissəyə təyin edilərək Moskvadan daha da uzağa göndərildi. 53-cü ildə Stalin ölümündən sonra Müdafiə Nazirinin müavini vəzifəsinə təyin edilir. 2 il sonra isə Müdafiə Naziri olur. 1957-ci ildə vəzifəsindən azad olunaraq təqaüdə göndərilir. Buna əsas səbəb kimi orduda baş verən özbaşınalıq, həmyaşıdlarına qarşı kobud davranış göstərilmişdi. Jukov 1974-cü ildə 77 yaşında Moskvada vəfat edir.